Herkese salam. Bugün sizlere hazırladığım çiyələkli piroq reseptini paylaşıram. Qaba 1 stəkan şəkər tozu əlavə edirik. Stəkan ölçüsü 200 mg-dır və 3 yumurta əlavə edib yaxşı köpürüncəyə qədər mikserlə qarışdırırıq. ml sütümüzü əlavə edib qarışdırmağa davam edirik. 150 ml duru yağ, təxminən 1 stəkan əlavə edirik və qarışdırmağa davam edirik. 2 stəkan un əlavə edirik. Hatırladım ki, stəkanımızın ölçüsü 200 mg-dır. 1 paket vanil, 1 paket kabartma tozu əlavə edirik. Umacını hazırlamaq üçün 1 dolu xörək qaşığı kərə yağı, ərinmiş yağdır bizdə, ərinməmiş də ola bilər. 2 təpələmə qaşıq şəkər tozu, 2 dolu qaşıq da un əlavə edib umac halına gətiririk. Çiyələklərimizi 2 hissəyə ayırıb hazırlayırıq. Piroqumuzu pişirəcəyimiz qabı duru yağla yaxşıca yağlayırıq. Piroqumuzu qarışımı kabımıza əlavə edirik. Hazırladığımız umacın bir hissəsini əlavə edirik piroqumuzun üzərinə. Demək olar ki, yarısını. Bölmüşük çiyələyi ortadan. Çiyələkləri düzdükdən sonra umacımızın yarısını, qalan yarısını da çiyələklərin üzərinə gələcək şəkildə umacımızın sərpişdiririk. Hazırlanışı çox sadədir, çox asandır və dadı da ki, mükəmməldir. Siz də hazırlayın, nuş edin. Belə videoların davamı üçün də kanalımıza abunə olun və şərh yazmağı, bəyənməyi, videomuzu bəyənməyi unutmayın. Öncədən isidilmiş, 180-200 dərəcədə isidilmiş sobamızda piroqumuzu bişməyə qoyuruq. Təxminən 15-20 dəqiqə arası.